Hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsi düz belə desək, içəri mərkəzi yolun qırağında. Bax, bu yolun qırağından həm marşrut xətti keçir, həm də ki maşınlar keçir. Məktəbə, bağçaya 150 metr məsafəsi olan da qəşəng belə bir həyət evimiz çıxıb satışa. Həyət evimiz öz sahibi tərəfindən inşa olunubdur. 4-5 ilin ərzində. Evin qiyməti də münasibdir. Çünki belə evlər adətən 130-140 min olduğu halda bu evimizin qiyməti hal-hazırda qiyməti 96 min manat təcili satılır. Şəxsi özünə tikmə evdir. Sot yarım torpaq sahəsinin üzərində inşa olunub. Torpaq sahəsinin çıxarışı kupçası var. Kim evi ipotekaya salmaq istəsə, onu da ev sahibi təşkildə evə kupça alıb 10 gün ərzində ipotekaya sala bilər. Buradan bax, bu səkini buradan qaldırsanız həyətdən maşında girir. Düz qapının yanından marşrut xətti keçir. Çox gözəl bir yerdədir. Mərkəzi yolun arası 400 metr. Belə deyək, rahat market, Araz market, böyründə məktəb evin 150 metrliyindədir. Evimiz 5 otaqlıdır. Yuxarı mərtəbədə 3 yataq otağı, 1 sanitar qovşaq, aşağı mərtəbədə salon, mətbəx, 1 yataq otağı, sanitar qovşaq var. Sadəcə evin 5-10 min xərci var. İkinci mərtəbənin qapıları, bir də divar kağızları qalır. Bir də kim istəsə evin üzünü fasad boyayla boyaya bilər. Evin isə bax, kombi xətti hal-hazırda işləyir. Təzə qoyulub. Zirzəmisi var, böyük zirzəmisi var. 8 daş üstündə quru bir ərazidir, quru bir ərazi. Görürsünüz, steklavatda örtülüb, döşənmənin altı isti soyuğa görə evin içinə daxil olaq. Evi sizlər üçün təqdim edim. Pəncərələrimizdə dəmir barmaqla əhatə olunub. Görürsünüz, evdə 3 kəmər var. 3-cü mərtəbənin başına qədər kəmər örtük var. Bax, bu yoldan marşrut xətti keçir, hörmətli izləyicilərimiz. Evin içinə daxil olduq, hörmətli izləyicilərimiz. 2-ci mərtəbənin giriş pilləkanı, bax burada. Haradasa 12-13 kvadrat yaxın hol hissəmiz var. Qəşəng təmirli evdir. Sadəcə yuxarı mərtəbənin otaqların divar kağızı, bir də qapılarımız qalıb. 1-ci mərtəbədə böyük salon, yataq otağı, mətbəx, sanitar, qovşaq, hündürlük, döşəmədən tavanı olan hündürlük 3-10. Qapılarımız 2.70 hündürlüyündədir. İlk olaraq salonu təqdim edim sizlərə. Salonumuz 30 kvadrat, hörmətli izləyicilərimiz. Evimizdə 2 ədəd kondisioner var. Kondisionerlər qiymətə daxil qalacaq. Mətbəx mebeli, kombi xətti, kombi özü olsun, radiatorlar qiymətə daxil qalacaq. 1-ci mərtəbədə təmirə aid heç nə iş qalmayıb, rahatlıqla yaşaya biləcək. Sadəcə 2-ci mərtəbədə iş qalıb. Bir də xatırladıram, özü üçün tikilmə evdir. 96 min manata real müştərilərə cüzi endirim olunacaq. Gözəl bir ev, şəxsi ev. Hələ mənəm belə evlər satışa çıxmır. Burada sanitar qovşaq hissəmiz. Belə desək, 1,5-dan 3,5-a bax, 6 kvadrata yaxın sanitar qovşaq hissə, döşəmədən isitmə. Bu isə evimizin 18 kvadratlıq, hətta 20 kvadrata yaxın mətbəx hissəmiz. Aşağıda qonşu ilə məsafə var, divar var. Orada kombimiz evin içində yerləşir. Daha sərfəsi budur, qışda, yayda kombi donmasın, üzü bozarmasın. Mətbəx mebelimiz var. Qəşəng formada. Geniş, çox geniş. 18 kvadratdan çoxdur hətta. İndi isə 1-ci mərtəbədə olan yataq otağını sizə təqdim edim. Evimizdə internet xətti var, qaz, su, işıq, sayğacları var, internetimiz var, mərkəzi kanalizasiyamız var. Yolun qırağı bir də göstərim sizlərə. Yolun düz kənarı, marşrut evin önündən keçir. Bu da evimizin 1-ci mərtəbədə olan 14 kvadratlıq yataq otağımız. Burada da kondisioner var. O da qiymətə daxil qalacaq. 2 ədəd kondisionerimiz var evdə. Qiymətə daxil qalacaq. 14 kvadratdır, belə desək. 3,5-dan 4,20-yə 14 kvadrata yaxındır. Təmirli, gözəl, öz həyətinə açılan bax, pəncərəsi var. Hörmətli izləyicilərimiz, bax bu cür qəşəng, fərah bir evdir. Kombi də işləş vəziyyətdədir. 2-ci mərtəbəyə qalxaq, hörmətli izləyicilərimiz. 2-ci mərtəbə betondan 3 kəmər var. 1-ci, 2-ci, 3-cü mərtəbə arası hamısı beton kəmər özünə tikdiyi üçün bu şeylərə diqqət yetirib. 2-ci mərtəbə, bax, dediyimiz kimi polun şilkovkası, bir də belə desək,
Yandıracaq. Çəksən. İkinci mərtəbəyə qalxdıq, hörmətli izləyicimiz. Çardağa çıxışımız var. Yenə xatırladıram bax. Burada balkon yerləşir. Kladovka yığılıb. Döşəmənin şilfovkası, divar kağızı, bir də qapılarımız qalıb. Burada 16 kvadratlıq bir yataq otağımız. Mayakla atılmış suvaqlı evimizdə düz xətt çıxartılıb. Burada 20 kvadratlıq bir yataq otağımız, böyük. Otaqlarımız böyükdür. Alçıvan işləri görülübdür. Sadəcə polun şilfovkası, bu otağın ağartması, divar kağızı, qapılar qalıb. Burada da 6-7 kvadratlıq sanitar qovşaq hissəmiz. Burada da xətlər çəkilib. Biraz hardasa 10-11 min xərci var bu evin. Bu isə ən böyük yataq otağımız. Deməli 3.60-ın 7.20-yə, hardasa 24 kvadrata yaxın yataq otağımız kombidə işləş vəziyyətdə. Böyük yataq otağı. Demək olar ki, aşağıda salon qədər yataq otağının ölçüsü var. Çox 5 otaqlı ev 96 min manata Masazırda ümumiyyətlə belə qiymətə ev yoxdur. Əlim yandı qiymətə satılır. Təcili satılır 96 min manat. Real müştərilərə yenə də deyirəm, xatırladıram. Endirim olunacaq. Ev sahibi hesablayıb 11-12 min manat pul lazımdır. Endirim olsa hardasa bu ev isə 105 minə, 106 minə başa gələcək. Bu evi də hətta heç 130 minə də, 140 minə də Masazırın ucqar bir ərazilərində, kənar bir ərazində tapmaq mümkün deyil. Əsas prospekt yola 400 metr məsafəsi var, 400-405 metr. Evin yaxınlığında xatırladım 150 metr ilə məktəb, bağça, müxtəlif növ yaşayış obyektləri, marketlər, asfalt, qapıya qədər asfalt, mərkəzi asfalt, marşrut xətti, qaz, su, işıq, evin, torpağın texnik pasportu çıxarışı var. İpoteka salmaq istəyən ev sahibi, əgər siz istəsəz, ev sahibi qrup çalar, ipoteka sala bilərsiniz. Qaçılmaz bir evdir, hörmətli izləyicilərimiz. Videomuzu diqqətlə izləyin. Hər şeydə məncə aydın şəkildə sizin üçün izah etdim. Diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirik.